Xoşbəxt övlad böyütməyin fəlsəfəsi kitabında övladlarımız nə səbəbdən aqressiv olur, övladlarımız nə səbəbdən özünə qapanıq olur, oğurluq eləyirlər, yalan danışırlar, depressiyaya düşürlər, nə səbəbdən qəzəbli olurlar. Bu mövzu ilə bağlı çox geniş məlumat verilmişdir. Qəzəbin səbəbi ilə bağlı mən istərdim ki, valideynlərin diqqətini çox maraqlı bir fakta çatdırım. Əslində qəzəb hissi doğuşdan körpənin övladımızın fitrətində var. Bu qəzəb hissinin həqiqi, gerçək funksiyası ondan ibarətdir ki, övladımızı irəliyə doğru təhlükədən qorusunlar. Elə bil ki, hansı bir təhlükə meydana çıxanda, hər hansı bir təhlükə meydana çıxanda o təhlükəyə qarşı özünü qoruya bilsin. Belə bu baxımdan övladımızda erkən yaşda, ancaq biz valideynlər nə edirik? Həmən erkən yaşdan körpə övladımızın qəzəb hissini içində boğmağa çalışırıq. Mən sənə qəzəblənə bilərəm, ancaq sən cavab verə bilmərsən. Mən sənə əsəbləşə bilərəm, sən əsəbləşə bilmərsən. Qəzəblə bağlı bir uzun müddət araşdırma aparıblar. Görüblər ki, əslində zorakılığa məruz qalan yetkin insanları sorğu aparıb, müşahidə ediblər, sorğu aparıblar ki, nədən sən müqavimət göstərmədin zorakılıqla qarşı-qarşıya gələndə? O cavab verib ki, mən elə bildim ki, mənə əsəbləşəcəklər. Deməli, bu erkən yaşdan, kiçik yaş dövründən biz övladlarımıza qarşı, yəni onların qəzəb hissini o qədər içlərində boğmuşuq ki, o qədər onlara mane törətmişik ki, o qəzəb hissini büruzə verməsinlər. Və əslində o qəzəb hissi şuur altına yerləşib və irəliyə doğru yetkinlik dövründə, yəni o qəzəb hisslərini, yəni özlərini müdafiə eləmək, özlərini qorumaq bacarıqlarını elə bir ki, reallaşdıra bilməyiblər, qəzəblərini büruzə verə bilməyiblər. Xoşbəxt övlad böyütmək kitabında Xəlil Cibranın çox gözəl bir şeiri var, onu valideynlərin diqqətinə çatdırmaq istəyərdim. Övladlar sizin övladlarınız deyil, onlar öz yolunu izləyən həyatın oğulları və qızlarıdır. Sizin vasitənizlə gəlirlər, amma sizdən gəlmədilər. Və sizinlə birlikdə olsalar da sizin deyillər. Onlara sevginizi verə bilərsiniz, düşüncələrinizi deyil. Çünki onların öz düşüncələri var. Bədənlərini tuta bilərsiniz, ruhlarını deyil. Çünki ruhları sabahdadır. Siz isə sabahı xəyallarınızda belə görə bilməzsiniz. Bütün bu mövzularla bağlı daha geniş məlumatı Xoşbəxt övlad böyütməyin fəlsəfəsi kitabından əldə edə bilərsiniz.